Digər nümunələrə baxırıq. Yazmışdır. Yenə sual veririk. Nə etmişdir? Bir suala qoşuldu. Bundan da bilə bilərik ki, bu qrammatikdir. İndi makla yoxlayırıq. Yazmışdır mak demək olmur. Deməli, dır burada qrammatik şəkilçidir. Sözün tərkibi yaz sözün kökü, mış qrammatik, dır qrammatik və dır burada deməli qrammatik şəkilçi kimi işlənir. Yaşadır sözündə yenə biz dır görürük sözün kökündə. Amma sözə sual verəndə yaşadır, nə edir? Baxırıq ki, burada nə edir sualın verəndə ora ancaq ır hissəsi qoşulur. D yox. Deməli, burada ir ayrı şəkilçidir. İr hissəsi qoşulursa sözə ir ayrı şəkilçisi, onda d təhlicə şəkilçi qalır. Onda biz d-yə qədərki hissəni yoxlayırıq. Yaşad, bu d t-nın dəyişməsidir, yəni cingiltiləşməsidir. Biz onu t kimi bərpa edirik. Yaşat demək mümkündürsə, deməli burada d ayrıca leksik şəkilçi, ır isə qrammatik zaman şəkilçisidir. Və söz bir heca olmasına baxmayaraq iki şəkilçidən ibarətdir. Sözdə əslində dır şəkilçisi yoxdur. Qaldır sözündə nə et, yenə dır qoşulmur suala, amma qal sözündən qaldırmaq düzəlməz. Deməli, qal kökü ilə qaldırmaq sözü arasında məna əlaqəsi olmadığına görə burada dır şəkilçi yox, söz sonluğudur və bütövlükdə söz yalnız kökdən ibarətdir. Yəni, dır şəkilçisi yoxdur. Gördüyümüz kimi, bu 4 nümunənin yalnız birində dır bütöv olaraq leksik şəkilçi kimi iştirak edib, ikisində yoxdur, birində isə o leksik və qrammatik şəkilçinin birləşməsi kimi çıxış edir. Yəni, dır şəkilçisi əslində o sözdə də yoxdur.